Herkese salam, kanalımıza ve videomuza hoş geldiniz. Bugün yay için paltar alışverişine gedirik. İlk olarak ayakkabı ve çanta mağazasına girdik. Orada maraqlı çantalar var idi. Həqiqətən çox qəşəng idi. Biz çox bəyəndik. Gidiyoruz. Arkadaşlar, axtarıq paltar ama tapa bilmirik. Daha sonra başka bir mağazaya girdik. Orada daha çok uşaqlar için paltarlar var idi. Yəni bizim için paltarlar çox yox idi. Belə bir çanta var idi. Həqiqətən çox süper idi. Sonra biz bu mağazadan çıxdıq. Qəşəng belə dekorlar da qurmuşdular ora. Həqiqətən süper idi. Sonra oradan çıxdıq. Sonra su istədiyimiz üçün mağazaya girdik. Orada da biz adi sular aldıq və yanında da bir ədəd cips aldıq. Sonra orbit almağı düşündük, amma daha sonra fikrimizdən döndük. Belə bir su və cips aldıq. Daha sonra şəpşəp almaq üçün isə belə bir mağazaya girdik. Üstündə Barbie yazılan çəhra şəpşəp aldıq. Tota 5-ci sinifdə açı aldığım kopyasını tapdım burada. Yox, budur. Açı aldım. Çox şeydir bu. Amma bunun evdə qarası var da məndə. Belə aksesuarlar falan da var. Biz ən əsası cilkalar almaq üçün getmişdik. Amma belə yay paltarları falan olsa onları da almaq istəyirik. Yay üçün kofta tapmadıq. Amma yenə də mağazalar falan gəldik. Bunu bəyəndim. Heç fikirləşməzdik ki, sizin şalvarı biz bu qədər çətinliklə tapaq. Demək olar ki, bizim yaşımıza uyğun heç bir şalvar yox. Bizim də xoşumuza gələn şalvarların rəngi qara idi. Biz də qara rəngdə istəmirdik, çünki qara rəngdə şalvarımız var idi. Bu yoxsa, bir seçəcəm. Bu yoxsa o. Bu yoxsa bu. Məncə bu da qəşəngdir, bu da. Pijama. Beləsi. Bir də beləsi. Bu ikisini götürmək. Bunu da götürdük, özümüzə deyil. Belə bir şal vardı. Bizə şal var zaten heç nə tapılmır, yəni gəzirik boş bekara. Hayır, sen o tərəfdən alarıq. Parka doğru gidiyoruz. Sonra yine gələcəyik paltara baxmağa. Bezdi üzrə heç nə tapa bilmirik. Sonra mən yenidən getdim Yellənsəkdə yellənməyə. Həqiqətən bu parkın çox gözəl mənzərəsi var. Biz yelləndik. Sonra isə getdim sürünsəkdən sürüşməyə. Neyse evet. Arkadaşlar ben de kıyıyor. Ay ne bileyim hürürdüler de. Parkdan çıxdıqdan sonra biz dükana girdik. Orada belə çaşkalar var idi, qablar var idi. Çaşkalar çox bəyəndik. Məsələn, belə bir çaşka var idi. Bu çaşkanın içində gül yarpaqları var idi və tökürdük. Dağılırdı belə o tərəfə, bu tərəfə. Dostlar, belə bir qablar var. Biz qablara baxırıq. Çaşqalına aşıq oldum. Bir baxın, görün nə qəşəng şeylər var. Baxın, dostlar. Baxın, buna buna bayıldım. Amma almaq istəyirəm. 5 manata belə bir şey var. Çox qəşəngdir. Ad gün üçün belə şeylər də var. Belə 8 manata termoslar var. Bunu bəyənmədim. Qəşəng burada nəsə var. Baxın, burada belə krem var. Burada əl üçün bu da var. Bu qəşəngdir, sadəcə başqa yerdə ola bilər. Belə. Bu ehtiyat yoxdur.
Belə lak da var. Aa, mənim üçün. Belədir bunlar. Aa, burada ənliklər də var. Gəlin dokumentasiyası. Bir də sana. Gəlin dokumentasiyası. Aa, qəşəngdir. Pigmentasiyası yoxladık. Daha sonra yenə bir mağazaya girdik. Orada da şalvarlar, koftalar var idi. Sadəcə bəyənmədik deyə almadıq. Daha sonra biz başqa bir mağazaya getmək üçün avtobusa bindik və oradan başqa bir yerə getdik. Benim yerime ver. Həmin yerə çatdıq. Orada da şalvarlar var idi, koftalar var idi və belə minnoş oyuncaqlar da var idi. Həqiqətən çox şirin idilər. Belə bir sərinlədici var. Sadəcə bu işləmirdi. Yəqin ki, batareyası yox idi. Koftaya baxırıq. Amma bəyəndiyimiz tip yoxdur. Yəni, cəmaata deyirik, zövq yox, zövq yox. Özümüz seçinə tapa bilmirik. Belə bir dəstə baxırıq. Amma şortiki qəribədir. Bəyənmədim. Şort Koftası olardı. Ha, çaş koftası olardı. Baxırıq yenidən. Kofta. Baxaq burada. 65 manat. Ama çəhraydı da. Çəhraya qədər şal Uy. var. Buna baxaq. Ayağım bax, şortiklidir. Allah da bu. Bu bunun tikiş. Bax, şortikli belə bir dəst. Amma göbək açıqdır bu da. Bu qəşəngdir əslində. Bax, ağ rənglər də var. Çox olmasa qəşəng. Dostlar, belə bir şalvar tapdım. İndi mən boyunca yenəcəm, görək necə qalır. Şalvarlarımız belə oldu. Mən tikişəkdə. Baxın. Mən tikişəkdə, baxın. Altı da belə. Onun üstündən də düyməyə. Belə bir kofta. Necədir? Biz yenib gələk. Biraz bura qaranlıqdır, bura fikir verməyin. Amma kofta qəşəngdir. Amma çox getmədilər. Yəni qara ilə. Əhməd də bizə paltar tapşırıb. Baxaq ona hansı dəst ala bilər. Dəst istəyib. Məsələn, çox qəşəngdir. Mən bunu da çox bəyəndim. Baxın. Baxın dəstə. Gələk Məhmədə də paltar seçək. Evdə göstərəcəm hamısını sizə. Bax, rənginə bax. Allıqlar da var burada. Belə rəngi də var. Qoz. Tutuyor bu. Ama Nasıl? da Bunu anlayayım. Önce bu karıştırmayı nereden düşeceğim? Bak. belə bir şeylər də var. Nəysə. Burada broşkalar falan vardı. Onlardan almadıq. Sadəcə sıx rezin aldıq. Belədir. Sıx rezin. Belə seplər də var idi. Belə. Yenə biz şəp-şəpə baxırıq. Dostlar, deməli buradan şalvarları aldıq, çıxdıq. Yenə bir başqa mağazaya gəldik. Orada da biz paltarlara baxdıq. Burada belə qloslar da var idi. Belə bir şey var, göz seçmə. Belə bir şey də var. Gedir bunu geyinməyə belə. Short deyəsən. Belə short kofta. Geçin. Dostlar, belədir.
Elə belə evdə geyinmək üçün də yəni. Nasıl eçar gedəndə geyinmək. Belə. Cins şalvar almışıq deyə onu kofta axtarırıq. Belə bir kofta tapdıq. Onu geyinirəm belə. Kənarlar falan belə tikeyim, gəlim. Geyindim, gəldim. Əslində kofta qəşəngdir. Sadəcə boyun hissəsi biraz açıq deyə rahat olmadım. Yəni belə. Bunu ancaq da alınır, gəlib başqası tapıb geyinəcəm. Stəkanlar da var. Belə şeylər də var. Belə bir boyama dəftəri var. Kifayət qədər qalındır məncə. Arxasında yapışqanı var. Əgər istəsəz, rəngləşdirdən sonra kəsib şkafın falan üstünə yapışdıra bilərsiniz. Dostlar, bunları məsələn, bax, bu. Bunlar bizim. Belə. Baxın, belə bir kofta var. Buna bax. Göstərim bunu. Belədir. Kəsərəm. Ay, hərəsini bir yerə qoydum. Mən öldürəcəm. Ayam, bax, böyle var görürsən bunu. Amma üstündə köynək belə olmasaydı. Bu gün biz seçmə belə. İçində saxladı. Sizə bu kərəsə saxladı. Bizə belə qoşlar. Bunlar niyə belə qalır? Çox pis qaldı. Nəhayət evə gəldik. Gəlin birlikdə alış-verişimizə baxaq. Saat 3-də gedib 8-də gəlmişik. Çox yorğun gün idi. Şalvar tapdıq, amma koftanı tapa bilmədik. Let's go, gəlin baxaq. Gəlin alış-verişə baxaq. İlk öncə belə bir boyama seti. Belə formada boyama seti. Açmam indi. Belə çox şeydir. Sonra belə bir saldıqda. Belə bir qulaq takı. Sonra belə bir belə bir köşə. Belə bir köşə. Belə bir köşə. Bunlar bu kadar idi. Çəkəcəm. Belə bir tarafın şansını almışıq. Qiymətdə 10 manat. Belə bir son sabun. Belə bir şəpik. Barbili. Belə corablar almışıq. Belə bir. Rəngləmə. Sonra belə bir nədir bunun adı? Bezin almışıq, saç bezini. Sonra belə adi geyinmək üçün kofta və onun şalvarı. Şort gibi. Belədir. Bundan birində almışıq. Baxın, belədir. Belə. Daha sonra belə bir ayaqqabı aldım. Əziz çantası sadəcə belə. Sonra pijama aldım nəhayət ki. Belə bir koftası var. Bu arxasıdır, bu da belə örtüsü. Belədir, çox qəşəngdir. Bu Ayanındır. Daha sonra belə bir şortu var. Və belə bir şal var. Qəşəng material var. Belə bir koftası var. Sonra belə bir şalvar var. Belə bir şal var. Belə bir şort var. Qəşəngdir. Və ən önəmli olan şey, ilk şalvar aldıq. Belədir. Bu mənimdir.
Dəqiqə. Detaylar falan da çəkmədə. Əla. Və bu da mənim deyim. Belədir. Bu da çox qəşəngdir. Burada və detaylar falan da var. Belə. Çəkmədə. Sağ olun dostlar.